Bizim ailə ilk dəfədir ki, bu asan, tez hazırlanan börəkləri çox sevir. Dadından doymaq olmur. Düşünürsüz, hazırladığım an anındaca bitir. Nə hazırlayarkən yorğunluqdan beliniz tutmayacaq, nə də ki ortalıq pis hala düşməyəcək. Bildiyiniz 15 dəqiqə ərzində hazırdır. Məncə bunun adı tənbəl kətəsi ya da tənbəl börəyi olsun. Peçin üzərində bişirilən, əldə açılan xəmirlə dadı eyni olmasa da, üsulla da edəndə dadından doymaq olmur. Mən göyərtisinə sadə pendir və şorda əlavə edirəm. Üzərinə isə duru yağ, qatıq və bir ədəd yumurta əlavə edirsiniz. İstəsəniz siz bu qarışımı qatların içərisinə də sürə bilərsiniz. Amma mən sadəcə üzərinə əlavə elədim. Həm yumşaq, həm də ki xırçıltılı olur. Siz hansı üsullardan istifadə edərək ispanaqlı börək hazırlayırsınız? Mütləq şərh bölməsində fikirlərinizi qeyd edin. Videonu da qayd etməyi unutmayın, çünki sizə lazım olacaq. Ən əsas da qonaq gələndə. Siz haqqınızı halal edin. Bizə nuş olsun, sizə də xoş olsun. Hazırlayan hər kəsin də indidən əllərinə sağlıq olsun. Səhifəni izləməyi unutmayın. Maraqlı bloqlarla hər zaman qarşınızda olacaq.